Salam, hər vaxtınız xeyir olsun. Bugün Hüseyn Cavidin ana faciəsinin təhlilinə baxacağıq. Qeyd edim ki, bu faciə ədəbiyyatımızda ilk mənzum faciədir və 1910-cu ildə yazılmışdır. Ədəbiyyatda yazılan ilk faciə isə 1896-cı ildə yazılan Müsibət-i Fəxrəddin əsəridir. Bir pərdəli dramdır. Hadisələr Dağıstanda baş verir, Dağıstan mühitidir, burada təbiətin təsvirinə yer verilir və fəqranə bir evciyəz deyir görünür. Bu da Səlmanın evidir. Səlma əsərin əvvəlində Allaha əlini açır, deyir, ey mərhəmət kanı, ey ulu tanrı, ey yerlərin, göylərin hökümdarı. Əsərin əvvəlində əlini Allaha açmaq ilə Arifə də aid idi, Vidadiyə də aiddir. Yalnız varım yoxum deyir, tək bircə oğlum var, o mənim nuri didəmdir, yəni gözlərimin işığıdır. 3 ay vardır ki, mən onun məktubunu almadım. Deməli, Qampolad getdiyi gündən məktublar yazırmış. Artıq 3 aydır ki, onun məktublarının arası kəsilib. Ananın gözləri intizar içində yollarda qalıb. Və ana narahatdır. Narahatlığının səbəbi də odur ki, qanlı röyalar görür. Deyir, o gördüyüm qanlı röyalar göstərir ki, oğlumdan qorxulu bir xəbər var. Bir ildən fazladır, yəni daha çoxdur. Hər ay 15 gün deyir, məktub göndərərdi. Bu məqamda Qaytar ana borcunu şeiri ilə müqayisə edə bilərik. Orada da oğlan əvvəl günlərdə anaya məktub yazırdı, daha sonra isə məktubların arası kəsilir. Və ana oğlunu burada günahlandırmır. Eyni ilə həmin şeirdəki kimi. Deyir, xeyr, mənim oğlum vəfasız deyil. Lakin məni bu intizar məhv edəcəkmiş. Günü-gündən mənim şübhəm artır və s. İsmət gəlir və İsmət əlində məktubla gəlir. Baxın, anaya müjdəli bir xəbər gətirən burada həm İsmətdir, həm də Səlimdir. Qampoladdan məktub olduğunu bildirir və bu məktubu da qonşu Qorxmaz oğlu Müslim vermişdi. Və müəyyən qədər burada İsmət məktubdan məlumatlıymış. Deyir ki, məktubda yazmış tamam. Şükür deyir, Qampolad sağ-sağlamdır. Deməli, bir neçə məlumatı burada əvvəldən anaya bildirmiş olur. Ana da İsmətə deyir ki, sən evdə otur tək başına. Çalğı çal, əylən. Axı qarmon ifa edə bilirdi İsmət. Mən də gedim deyir, tez bunu oxutdurum, gəlim. Deməli, Səlma Zəhrabəyim anadan fərqli olaraq oxuma yazma bilmirdi. İsmət də özü-özünə başlayır danışmağa. Deyir, görəsən Qampolad indi hardadır? Yəni, o qürbət ellərdədir, mən isə təkəm burada və qızın dilindən ilk dəfə burada öyrənirik ki, bir il əvvəl onlar birlikdə bir-biri ilə nişanlanıblar və həmin gündən qız öz deməli, nişanlısının ayrı düşür həmin vaxtdan və Talih o gündən deyir, mənə düşmən olub. Artıq deyir, onsuz hər şey gözümdə məhsundur, yəni bir növ bədbinliyə qapılmışdır. Biraz sonra Orxan və İzzət yaxınlaşmış olur. Bunlar da mənfi surətlərdir. İzzətə Orxan bildirir ki, sən bir tərəfdə bəklə, səni deyir İsmət heç görməsin. Və İzzət də deyir ki, bəlkə heç o yoxdur evdə. Amma Orxan deyir, yox, o evdədir. Bunu da qarmonun səsindən bilmiş olur. Yəni Orxan İsmətin qarmon ifa edə bildiyini əvvəldən bilirdi. İzzət bu musiqini məhsun gönül, məhsun musiqi adlandırır. Deməli, məhsun gönül, məhsun musiqi adlandırılma Orxan tərəfindən yox, İzzət tərəfindən olur. Orxanın burada təzadlı fikirlərinə yer verilmiş olur. Baxın, burada deyir ki, gör nə gözəl qızdır, yəni sultanlara layiqdir, amma deyir, Qampolada aşiqdir, yəni o zalım Qampolada. Amma əsərin digər yerində deyir ki, mənim deyir, hörmətim nəyim olmağına baxmayaraq, yəni sadalayır da, həşmətim və s. Amma deyir, mən gəlib sənin kimisinə aşiq olmuşam. Qıza deyir ki, günəş kimi parlıyorkən fəqət mən gəlib sənə aşiq olmuşam. Yəni orada da özünü öymüş olur. Burada deyir, sultanlara layiqdir, digər tərəfdə də özünü öyür. Hər gün deyir, xəbər tutar gedib gələndən. Yəni qızın Qampoladın haqqında məlumatlı olmasını, hər gün onun haqqında məlumat aldığını bildirir. Onun adı deyir, bir gün o İsmətin dilindən düşməz, zavallı hesab edir qızı. Deyir, zavallı, öz hüsnündən xəbərsizdir. Yəni bilmir ki, onun eşqində divanə olanlar var, yəni Orxan kimi. Bilməm ona deyir, nasıl dərdimi anladım, necə yalvarım, yaxarım, kəndisi arkasızdır, yoxsuldur. Amma deyir, o qızda bir böyüklük var. Qarşıda olan qadında bir böyüklüyün olduğunu bildirmək həm Orxana aiddir, həm də Səlimə. Eləcə də Murada da aiddir, Səlmanı elə hesab edirlər. Hər zaman deyir, o qıza rast gəlsəm, ruhum sarsılır. Dilim deyir, söz söyləməkdən aciz qalır. İzzət də Orxanı bir igid hesab edir. Deyir, igidsən deyir, bu hal sənə yaraşmaz. Orxanı igid hesab edən həm İzzətdir, həm də İsmətin dilindən eyni cümlə verilir. İzzət belə təklif edir ki, bırak deyir, qız gəlib sənə kəndisi yalvarsın. Deyir, niyə ona yalvarırsan? Qoy özü gəlib sənə yalvarsın. Xeyr deyir, bu iş mümkün deyil. Mən dərdimi açıb da başdan başa eşqimi söylərim. Orxan deyir ki, yox, mən özüm gedəcəm ona eşqimi söyləmiş olacağım.
Orxan özü haqqında deyir ki, Orxan pək də aciz deyil və qarmonun səsi kəsilir bu məqamda. Onda da İzzətə deyir ki, sən çəkil arxada dayan, kənarda dayan. Orxan yeriyir qabağa, deyir mən inan ki, aləmi alt üst edərəm. İsmət Orxanı rədd edə bilməz. Allah şahid deyir, mənə əgər dəmsaz olmazsa bu torpaqda ondan bir iz qalmaz. Yaşar dağların başında qartal kimi, qoşar səhralarda bir maral kimi. Maral bənzədilir, bu da pəri qoşmasında var idi. Ovçusu olmuşam sən tək maralın. Bəndən başqa bulunmaz bir ənisi. Deməli burada Orxan birinci dəfə deyir ki, əgər o qız mənə könül verməzsə, bu torpaqda ondan bir iz də qalmaz. Eyni cümləni İsmətin özünə də deyir, sən əgər mənə könül verməzsən, nə sən sağ qalarsan, nə də Qampolad. Orxan qızı nə yosma qız adlandırır, yəni incə, zərif. Və İzzətə yenə deyir ki, çəkil və qıza artıq yaxınlaşmış olur. Deyir, qızın könlü şad deyil, Orxan özü hiss eləmiş olur da. Allah Allah deyir, dalğındır baxışları, məhsundur. Bir baxışda deyir, insanı məcnun eləyər. Baxın, məcnun ifadəsi birinci dəfə burada Orxanın dilindən səslənir və bunu da özü haqqında demiş olur. İsmət deyir ki, bugün məktub gəldi, Orxana bildirmiş olur və Orxan soruşanda ki, Səlma hardadır? İsmət xəbər verir ki, qonşudadır, məktubu oxutdurmağa gedib. Yəni mollanı tapıb, orada məktubu oxutduracaq. İsmət, Allah əsirgəsin deyir, nədir bu halət? Niyə bənizin solmuş? Qolay sanma deyir, sadə bir iş deyil bu. Evet deyir, bu intizar məni sıxmış. İsmət yəni Orxana bildirmiş olur. Qampolad deyir, geçsin qürbətdə sürünsün, sən də deyir, burada sol qayğı çək. Yəni Orxan onun taleyini halına yanırmış da belə. Orxan deyir, sənin hüsnünə bu qədər aşiqlər var ikən, yəni aşiq olanlar var ikən, sən getdin Qampoladı sevdin. Söylədiyim sözlər yalanmı deyir, söylə, yalanmı İsmət? Mənim Dağıstanda hörmətim, şöhrətim, həşmətim var, izzətim, varım, sərvətim, əslim, nəcabətim hamısını bir-bir sadalayır. Günəş kimi deyir, mən parlıyorkən, fəqət deyir, məftunam yalnız sənə. İsmət deyir, düşün bir, səndən başqa bir düşüncəm yox bu həyatda. Bütün qızlar deyir, mənim eşqimə düşüb. Mən isə sənin eşqində qəmə batmışam. Yəni, burada bir təzad təşkil olunur. Burada hətta Orxan özünü də öyülmüş olur. Huşum, əqlim uçmuş deyir, uyğum çəkilmiş, səndə bir mərhəmət yoxdurmu? Və İsmət bu məqamda barmağındakı üzüyünü göstərir. Deyir ki, bax bu Qampoladdan yadigardır mənə. Ömrüm boyu mən ona bağlıyam və bu zəncir bir zəncirdir ki, heç qırılmaz. Orxan isə bunu bir mənasızlıq adlandırır. Deyir, bu onun heç bir mənası yoxdur. O bir boş xəyaldır, səni qorxudur. Və deyir, yarın atlanaq səhər, sabah. Bugün deyir, həmin bu köydən deyir, çıxalım, yiğit kimsə qarşı çıxsın, baxalım. Yəni, heç kim mənə yaxın dura bilməz, gəl gedək, bu kənddən çıxaq. Beləliklə, İsmət çox hiddətlənir. Bundan artıq yetər deyir, çəkil get, bu saydıqların hamısı sənin olsun. Mən deyir, ayrılmam o yuxsul Qampoladdan. İsmət artıq mənim təhəmmülüm yox, Orxan bildirir. Sən gəl bu işdə pək inat etmə. Yoxsa deyir, nə sən sağ qalarsan, nə də Qampolad. Deməli, burada da qızın özünə demiş olur. Və bu məqamda İzzət daxil olur diyaloqa. Deyir ki, kəndini yorma, Orxana deyir. Bu gücsüzə, bir gücsüzə yalvarmaqdan nə hasil? Bu gücsüz İsmətin özüydü və İsmət də baxın təhqir eləyir burada. İzzəti deyir, vicdansız, alçaq, hətta İzzət yenə susmur, deyir ki, səni sanki yalvardıqca məhəbbətin artar. Yəni deyir, az yalvar, yəni ümumiyyətlə yalvarma deyir. İsmət onu xain, oğlu xain adlandırır və Orxanın dilindən ikinci dəfə burada məcnun ifadəsi keçir və bunu da İzzətə deyir. Birinci dəfə özünü nəzərdə tuturdu, ikinci dəfə də İzzəti. O məcnundur, ondan bir şey umulmaz, saçmadır hər sözü, əsla tutulmaz. İsmət də istehza ilə deyir ki, bəli, o məcnundur, yəni dəlidir. Yoxsa deyir, səninlə arkadaş olmazdı, sənin elə öz tayındır. Hər nə söylərsən söylə deyir, yəni ona xoşdur Orxana, çünki deyir, dikənsiz gönçə olmaz. Yəni bu qız bir gönçə idi, gül idi, amma onun dediyi acı sözlər də sanki gülün dikanları idi. Yəni ona da deyir, dözməliyəm. Hər nazına mən eylərim təhəmmül, dözərəm deyir, amma ayrılığa dözə bilmərəm. Eyni ilə hardaydı belə bir məqam, Qızılgül olmayaydı poemasında Rəsul Rıza deyir ki, mən əlimi tutaram, o da ona dözərəm o ağrıya, amma bu sükuta dözə bilmirəm. Məndə artıq deyir, can qalmayıb, mərhəmət elə mənə. Ya gəl canımı al, təzə can ver. İşdə deyir, xəncər, götür. Xəncəri çəkib İsmətə uzadır və İsmət bunu alır. Xəncəri alır İsmət. Deyir, afərin, bu zərbi dəstə heç rast gəlmədim böylə zərbi şəstə. Bunu da deməli xəncəri uzadarkən demiş olur. Çocuqluqdan bəri deyir, bu məmləkətdə sən fitrətdə, sən xislətdə bir qəhrəman görmədim. Sən deyir, bir igidsən, amma belə hərəkətlər edirsən, sənə çox ağır olsun, deyir, sən bir yigidsən.
Yazıq Orxan. Əlindəki xəncəri bir tərəf atır, gedir. Evet deyir, çox ağır olsun sənin bu hərəkətinə. Getmə dur İsmət, belə burada da İsmət çıxır gedir. Sevimli parlaq yılan ifadəsi Orxan tərəfindən deyilir İsmətə. Parlaq çiçək ifadəsi isə Səlma tərəfindən deyilir İsmətə. Bunları qarışdırmayın. İsmət deyir, yəni ətrafa baxaraq, getmiş deyir hər halda. Biraz sonra düşünür ki, yəni getmiş və bunun danışdıqlarını Orxanın etdiyi bu hərəkəti bir imtahan kimi qəbul edir. Deyir, yəqin məni imtahan eləmək istəyirmiş. İsmət Qampoladsız məhv olur, dönüklük etməz özü haqqında bildirir. Vay zavallı Orxan, şübhə yox deyir. Unutmuş şaşırdığından belə. Xəncəri də güya Orxan yadından çıxarıb burada qoyubmuş. Və xəncəri götürür əlinə, deyir, pək süslü xəncərdir, bəzəklidir, bir vuruşda insanı məhv edər bu xəncər və görür Səlim gəlir, qardaşı gizlədir tez bunu. Səlim də soruşur ki, Qampoladdan nə xəbər var? Burada İsmət eyni ilə Orxana dediyi kimi Səlimə də xəbər verir ki, Səlma gedib məktubu oxutdurmağa. Səlim deyir ki, sənin üzündə bir təlaş var, başlayır İsmət burada yalan danışmağa, hə deyir. Nəyə görə olubmuş? Keçən gün deyir, bir xeyli fikrə daldım, düşündüm, uykusuz qaldım. Birinci yalanı budur. Yenə Səlim inanmır. Sonra deyir ki, qardaşım deyir, Qampoladsız günüm bir yıldır keçir, bir nişanlı qız harda görüb ki, bu qədər qayğı çəksin. İkinci yalanda baxın burada. Belə yalanlar da kişiyə yalan demək Xuraman tərəfindən Vaqifə olmuşdu. Səlim də deyir ki, çocuq olma. Elə bu məqamda xəncər düşür və xəncər düşəndən sonra Səlim bunu görür və deyir, sən qoynunda bir əjdər saxlamısan. Hər ikisi xəncəri əjdər də adlandırırlar. Eyni məqam ikisinə də aiddir. Və İsmət buna nə don geyindirir. Deyir ki, şimdi buradan keçərkən yerdə buldum, merak etdim, kimindir deyə aldım. Baxın, yenə yalan danışır. Üçüncü dəfə də burada. Ben səni bir doğru qız zənn edərdim və Səlim elə hesab edir ki, qız özünü öldürmək istəyir. Doğru söylə deyir, şaşırtma məni. İsmət də deyir ki, bir bəlaya tuş oldum, cavab ver və s. Bunlar belə danışırlar və Səlim təbii ki, təkid edir. İsmət burada özünə ölüm arzuluyur sinirli şəkildə. Deyir ki, Allah İsməti öldürsün. Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedər. Təbii ki, Səlim ondan əl çəkmir. Deyir ki, kəndisi, baxın özü özünə burada qeyd edir. Deyir ki, bu işdə bir iş var, yəni bu məqamda. Ancaq saqınır, qızcığaz deyir, qorxudur. Mən deyir, bunu bu halda heç görməmişəm. Baxın, İsmət yenidən gedir evə. Səlim ondan sonra yenə onu çağırmış olur. Deyir ki, gəl, sənə sözüm var. Belə, Allahı sevərsən deyir, çıx get bir yana, demək istəmirdim. Etiraf et deyir Səlim. Anlat başından keçəni büsbütün. Yoxsa deyir, sənə bugün rahatlıq mən vermərəm. Kəndinə mi qıymaq istəyirdin? Deməli, Səlim elə hesab edir ki, İsmət özünə qıymaq istəyir. Və İsmət də deyir ki, xeyr, mən bunu etmək istəmirdim. Və Səlim də yalan sözləri zəhərli bir ok adlandırır. Deyir, yalan bir söz, zəhərli bir ok. Ağzından uçub qəlbimə saplanır deyir. Vücudumda qan coşar, alovlanır. Yalanları zəhərli bir oxa bənzədir. İsmət deyir, yox xəbərim dedim ya, yenə əl çəkmir və and iç deyir İsmətə. Səlim təbii ki, and içmir. And içdirmə məsələsi Musa dayıya aid idi. Sonra and için qılınca ifadəsi Eldarın dilindən Teymura və digər əskərlərə qarşı olur və s. Söylə İsmət, söylə ki, vallah billah de ki, bu xəncərdən xəbərim yoxdur. İsmət isə and içmir. Deyir, dünya da dağılsa mən and içmərəm. Belə. Görür ki, artıq Səlim əl çəkməyəcək və onda deyir ki, mənim bu sirrimi heç kim bilməsin. Yəni, bir sən bilməlisən, bir də mən. Eyni ifadəni həm də Səlim İsmətə demiş olur. İnan ki, deyir, böyük bir fəlakət baş verir, əgər sən bunu açıb desən. Bağçaya çıxmışdım deyir, Orxan göründü və Səlim də artıq tanıyırdı əvvəldən Orxanı. Deyir ki, bizim qonşumuz Xanzadə, zəngin bir cavan, o bizim deyir əhbabdır, dostumuzdur. Yəni tanımış olur. Və deyir, mən ona bildirdim ki, Qampoladdan məktub var, əhvalımı sordu və s. eşq elan etdi deyir mənə. Gəl qaçalım dedi. Yəni Səlim də soruşur ki, sən ona nə cavab verdin bundan sonra? Qız da deyir ki, mən ona nə lazımdırsa, hər tərəfli cavab vermişəm. Yalvardı, yaxardı, xəncəri verdi deyir mənə ki, öldür məni. Öldür, işgəncədən qurtulsun canım. Kiməsə yəni öldür məni demək həm rolda olaraq Firəngizə aid idi. Çünki rolda Firəngiz Amaliya həmin məqamda ölməli idi və ölüm anında Firəngiz bağışlayır Oqtayı. Bir də Xavərin dilindən Arifə deyilir ki, məni öldür. İsmət deyir, mən ona dedim ki, ədəbsiz, həyasız, sonra çəkildim, getdim evə etinasız. Deməli, təhqir etdiyini də burada bildirmiş olur. Səlim də çox təəccüblənir, deyir, hə, afərin dostumuz, afərin Orxan. Yəni, gör nələr edirmiş nişanlı bir qıza qarşı. Və İsmət xəncəri verir, deyir, bax, bu xəncər yadigar imiş.
Sonra Səlimin nitqi başlayır. Deyir, heç zərər yox, fəqirlər aciz deyil. Sən bəklə Səlmayı, ondan xəbər bil, sonra evimizə get, burada gecikmə. Evimizə getməyi deyir Səlim və həm də söz açma deyir bu işdən heç kimə. Deyir, heç özümü rüsva edərəmmi? Həm Səlim deyir ki, söz açılmasın, həm də İsmət deyir ki, söz açılmasın. Davam edirik. Deməli, İsmət deyir, pək itayət borcumdur qardaşım, beləliklə evə getmiş olur. Səlim də özü-özünə danışığa başlayır, deyir ki, kəndi-kəndinə hiddətlə. Orxan, istər xan ol, istər sultan, haqsızlıq əff edilməz. Şimdi deyir, yalnız bulub səni bir gizli yerdə, baxın gizli bir yerdə, səni xəncərlə həddini anladaram sənə. Və təbii ki, Orxan da bunları kənardan eşidirdi. Sonra da xəncəri qoltuğunda gizləyib gedir Səlim. Orxan deyir, get baxalım, get ara bul Orxanı, get sənə dost görünən düşməni tap. İzzət də bildirir ki, sən düşməni zəif bilmə. Düşmən hər nə qədər aciz olsa da məğrur olub, küçük sanma Xənzadə. Orxan deyir ki, düz deyirsən, lakin İzzət deyir, kim igidsə söz onundur nəhayət, heç tələsmə, mən deyir, bunların hamısını həyata keçirəcəm, yəni rədd edərsə, inan deyir, mən yaşatmam İsmətim. Bunu bildirmiş olur. Və uzaqdan da Səlma gəlir, Orxan Səlmanı sevmirdi, Allahın bəlası adlandırır. Və İzzət tanımırmış Səlmanı. Deyir ki, bu Səhih kimdir? Qampoladın anası deyə cavab vermiş olur Orxanda. Və Səlma bu dəfə İsmətdən müjdə istəyir. Deyir ki, artıq Qampolad gəlir, bugün yarın gəlmək üzrə deyir Qampolad və məktub haqqında danışır. Deyir, yazdığından bəllidir ki, bir aydır tədarük görür və niyə görə bu məktub geç çatıb? Çünki indiki dövr kimi deyildi də, məktublar geç çatırdı. Məktub bir ay müddətinə gəlib çatana qədər artıq Qampoladın özü vətənə qayıtmış olur. Çox ehtimal ki, deyir, bu axşama gələr. Bunların da hamısını Orxan kənardan eşidirdi. Və deyir ki, bu axşam ya sabah gələr, Allah bizi qovuşduracaq bir-birimizə, toy başlamalıdır gəldiyim həftə. Yəni, Qampolad məktubda yazıb ki, gəldiyim həftə toy başlamalıdır. İsmət də bundan sonra utanıb başını aşağı dikər, gəl utanma deyir. Hifz etsin Allah sizi, öpür qızı, qucaqlayıb öpür. Və İsmət də deyir ki, gedim mən anam ilə xəbər verim, çünki onlar da deyir narahatdılar. Səlma da deyir, get tez qayıt, çünki biz hazırlıq görməliyik. Və qızı gedərkən parlaq çiçək adlandırır. İsmət də öz-özünə danışır. Deyir, fəqət intiqam dilərsə Orxan, İsmət xoşbəxt ikən olur bağrı qan. Deməli, Orxanın nə edə biləcəyini qız düşünür bu məqamda. Məktubun içində məlumatlı olandan sonra. Düşünür, deyir ki, əgər Orxan bir intiqam etsə, ürəyim deyir, bağrım qan olacaq bundan sonra. Rəhm elə, səndən başqa yol yox bir pənah. Yəni Allaha burada müraciəti var. Deməli, Orxan da bunların hamısını eşidir. Orxan deyir ki, zərər yox. Onu mən sağ qoysam əgər, dünyada yox bəndən alçaq bir nəfər. Deməli, öz-özünə burada bildirir. Və İzzətin də dilindən atalar sözü keçmiş olur. Deyir ki, mərd atalar bir məsəl söyləmişlər, daldan atılan daş topuğa dəyər. Bunu da İzzət demiş olur. Bir ay pusmaq da deyir, lazım gəlsə Orxan bildirir. Mən deyir, ona aman verməyəcəm, yenə onu pusacam, qoymayacam ki, nazlı yarını sevə-sevə öpsün. İzzət də təklifləri, yəni bitmir İzzətin, deyir ki, sən deyir, fürsəti əlindən çıxarmısan, bir həftə əvvəl qızı birdən-birə deyir, alıb qaçırsaydın, baxın, Fərhadın dediyi təkliflərdir bunlar. Cahangirə bildirirdi də o da. Alıb qaçırsaydın, deyir, qızı başqa yerə. Şimdi gözəl-gözəl sürüb keyfini, Qampoladdan heyfini də almışdın. İzzət yenə onu igid adlandırır, deyir, yenə az-çox fürsət var əldə. Yəni, sən fürsəti əldən vermə. Məlum olur ki, Orxan burada təəccüblü və dalğın vəziyyətdədir. Deyir ki, indi gedirəm, deyir, İsməti görməyincə mən getməyəcəm. İzzət də deyir ki, görmədinmi? İndi getdi, yəni İsmət. Müjdə üçün getmədimi? Orxan da dalğın olduğu üçün diqqətdən yayınıb bu məqam. İzzət deyir ki, hə, sən pək bir başqa hal keçirməkdəsən. Orxan da bildirir ki, çox uzatma, şimdi bulmalıyam mən onu. Yəni, bunu qeyd edir. Böyle tələsməkdən bir şey olmaz, təhəmmül etmək lazımdır. Deyir ki, İzzət də sən səbirli olmalısın, yəni. Orxan da özü haqqında danışır ki, ər kişidə olur bir söz bir məram. Yəni, mən dedim ki, əgər Qampolad ölməlidir, onlar qovuşmamalıdır, deməli, bunu mən həyata keçirməliyəm. Deməli, Orxan qeyd edir ki, ya gərək İsmət eşqimə inansın, ya da Qampolad al qanlara boyansın. Səlmanın yenidən Allaha şükür etməyi var. Deyir ki, mənim oğlum Yusif kimi həbsə düşmüşdü. Yəni, Səlmanın dilindən biz öyrəndik də bunu. Əlindəki məktuba baxaraq bunları qeyd edir. Və deyir ki, şükür Allaha ki, yenidən qayıdır Orxan.
Və Allaha şükür edir ki, Səlma yenidən Qanpolad evə qayıdır. Səlim də burada müjdə gətirmiş olur. Deməli, müjdə gətirənlər İsmətdir, Səlimdir, Səlmanın özüdür, İsmətə verir müjdəni. Deyir ki, oğlun gəldi. Səlma burada çox sevinir, deyir ki, hər baladan saxlasın Allah sizi, söylə nə müjdə istərsin. Yəni Səlim burada demir istədiyi müjdəni, deyir artıq sən bilərsən. Və Səlim deyir ki, mən gəzdim, dolaşdım hər yeri. Belə bir qadın, yəni belə böyüklükdə, mərhəmətdə bir qadın görmədim. Sən deyir, hamıdan bu xüsusiyyətinə görə seçilmisən. Alicənablıq sənin boyuna biçilmişdir. Söz yox, belə qəlbi geniş qadından elə Qanpolad kimi bir oğul doğularmış. Yəni belə uyğunluq görmüş olur Səlim. Deyir, sənə indi mən gümüş kəmər verirəm. Səlma ona gümüş kəmər bağışlayır. Toyda da bir xələtim var. Səlma burada Səlim haqqında deyir ki, oğlum Allah səni şadiqam etsin. Səlimə alqış etmiş olur və əsərin sonunda da Səlmanın Murada qarşı etdiyi qarğışları da var. Deməli, dilindən həm alqış, həm də qarğış verilmiş olur. Hər anayı deyir Allah mənim kimi şad eləsin və qorxuram ki, deyir, xəbər duyarsa İsmət sevincindən məcnun olur. Deməli, 3-cü dəfə burada ananın dilindən məcnun ifadəsi keçir. Birinci Məcnun sözü elə Orxanın dilindən özü haqqında deyilmiş olur. İkinci Məcnun sözü əsərdə Orxanın dilindən İzzət haqqında deyilmiş olur və üçüncü Məcnun sözü Səlmanın dilindən İsmət haqqında bildirilmiş olur. Bu sırada 4-5 əl şiddətli tapanca atılır və Səlma qorxur, deyir ki, ah bu kurşun nə? Ruha dəhşət verir. Elə hesab edir ki, deyir, yəqin ki, kənddə, köydə qanlı bir atışma var. Yenə qaçaqlar çarpışırlar. Bu məqamda Murad qaça-qaça gəlir və tapanca ilə deyir, təlaş ilə qoşaraq gəlmiş olur və burada həmşirə adlandırır. Elə deyərək müraciət edir Səlmaya və yalan danışır. Səlma deyir ki, niyə qaçırsan? Nə olub? Murad deyir, mənim bir günahım yox. Amma insan öldürüb qaçan bir adamın ola bilməz ki, günahı olmasın və bunu özü bilirdi. Səlma da deyir ki, haydi, gir içəri, gizlən bir yanda, təlaş etmə deyir. Sən kəndini amanda bil. Və özü-özünə Murad deyir ki, Orxan, sənin üzündən deyir, mən qatil oldum. Peşman olur. Öz hərəkətinə elə etdiyi andan bəri peşmançılıq çəkir. Və Allah razı olsun deyərək gedir Səlmanın dediyi yerdə gizlənir. Sonra da Səlma özlüyündə danışmış olur ki, deyir, zavallı, pək qorxuyor deyir. Kim bilir ki, hansı vicdansız qudurmuş, onu məhv etmək istəyir. Axı Səlma bilmir ki, bunun oğlunu öldürüb gəlib bu Murad qatil. Allah şahid deyir, mən onu ələ verməm. İnsafım yoxdurmu? Səlma hələ ölməyib. Səlim bu məqamda əlində xəncərlə təlaşlı şəkildə yenə qaçır. Deyir ki, o xain hardadır? Səlma soruşanda ki, kim oğlum? Deyir ki, Qanpoladdan xəbər ver. Səlma həm də Qanpoladdan xəbər istəyir Səlimdən. Və Səlim deyir ki, buradan bir kimsə keçmədimi? Yəni bir qatil. Və o qatilin adını da çəkir. Deyir ki, Çərkəz Murad. Fikir verin. Ana burada bilmirdi ki, hələ Çərkəz Murad da onun oğlunu öldürən. Sırf onun dilindən öz adını eşidəndə bilir ki, yəni əmin olmuş olur ki, həmin adam, evində gizlətdiyi adam oğlunun qatilidir. Səlma deyir ki, qaçan qovulmaz, ondan vazgeç. Bir vəhşiyə mərhəmət olmaz ifadəsi keçir Səlimin dilindən əsərdə. Davam edirik. Bu bir cinayətdir ki, deyir, ağzım dilim söyləməkdən aciz. Deməli, anaya pis xəbəri çatdıra bilmir. Bilmir ki, necə desin. Və başlayır danışmağa. Deyir, işdə səfil Orxan vicdansız, vurulmuş deyir İsmətə. Axı bayaq həm də demişdilər İsmətlə öz aralarında ki, heç kimə deyilməyəcək bu sir. Amma məcbur qalır sonda Səlim. İndi anaya demiş olur. Deyir, təhqir eləmiş onu biçarə qız və bundan deyir, Orxan da çox öfkələnmiş, Qanpoladın gəldiyini eşitmiş, öyrənmiş və bunu deyir, fürsət bilmiş bu cəllad. Pusub durmuş yanında İzzət və Muradla bir yerdə. Yəni birdən-birə hər üçü Qanpolada hücuma keçmişdilər. Və mən qaçırmayıb bir fürsəti baxıb gördüm ki, Orxanı İzzəti, yəni Qanpolad özü ilk ateşdə yerə sərib. Və ana burada oğlundan südünü halal edir. Deyir, südüm sənə halal olsun Qanpolad. Fəqət Murad nişanlamış qəlbini Qanpoladın. Ana da burada parça-parça olur, yəni qəlbi. Deyir ki, of quzum, toy qismət olmadı sana. Şiddətli ağlar. Ananın burada ağlamağı var. Deyir, yox, mən artıq ona göz yaşı tökməm. Çünki qisasını ən azından Qanpolad alıb. Ana göz yaşlarını saxlayır və Səlimə deyir ki, Səlimə, burax getsin deyir, qaçan qovulmaz. Yüzlərcə öyle miskin parçalansa, mənim oğlumun deyir, bir tükünə də dəyməz. Yəni Murad kibilər. Bərabər tutmur. Belə bir məqamda Oqtay oğlu əsəri də keçir. Oqtay Aslana deyir ki, sən mənim intiqamımdan da aşağıdasan. Yəqin ki, deyir, mənim intiqamım sənin kimi varitliklilərdən olmayacaq.
Səlim həyəcanlı şəkildə ətrafa baxır. Gəl oğlum, gəl deyir ana, oğlun gəlir. Və Qanpoladı gətirirlər. Hər ikisi deyir yollara doğru baxar və Qanpolad yaralanmış halda gəlir. Səlma ətrafını almış olurlar, oğlunu bağrına basır. Ana həm oğlu yaralı ikən, sağ ikən onu bağrına basmış olur, həm də ölü halında. Qanpoladı deməli Ləzgi ilə birlikdə gətirmiş olurlar. Qanpolad anasına deyir ki, ağlama deyir. Heç kimsə qıymamış mana. Düşmənim deyir. Qanlı taleyimdir ana. Düşməni qanlı taleyiymiş Qanpoladın. Və ana deyir, heç sıxılma. Çünki o artıq qisasını almışdır. Səlma deyir ki, kaş ki məhv olaydı Səlma, görməyəydi səni alqan içində. Yəni ana öz övladını alqan içində, ölü halında görmək istəmir. Eyni məqam var idi Vaqif dramında. Vaqif deyir ki, cəllada, ey cəllad deyir, yəni əvvəlcə mənim canımı al, övladımın öldüyünü görməyim. Eləcə də Xəzəngül dilinə gətirməsə də, deyir, mərhəmətli baxışlarla deyir, düşmənindən bir mərhəmət gözləyirdi ana daxilində, ürəyində. İstəmirdi ki, balası onun gözünün qabağında ölsün. Yəni Xəzəngülün düşüncəsindən bu cümlələr keçir, amma erməniyə demir. Burada da Səlmanın gözü qarşısında baş verir. Eləcə də oğlunun gözü qabağında ölməyi, məsələn, elə Mahmuda da aiddir, Rüstəmin qabağında ölür və yaxud da Mələyin də gözü qarşısında Fəxrəddin can vermiş olur. Ləzgi burada Muradın adını çəkir, ah deyirəm, alçaq Murad. Durma deyir, sən də haydi fürsət intiqam alınmalı. Səlim, Ləzgi, İsmət, bunlar hamısı intiqam istəyirdilər. Qanpolad intiqam adını eşidəndə deyir ki, Səlim istəməz, yəni alma intiqamı. Ləzgi burada Qanpolada müraciətlə deyir ki, xeyr deyir, mütləq xain gərək həddini bilsin, namərd izi yer üzündən kəsilsin. Yəni Ləzgi burada intiqam almaq istədiyini Qanpolada müraciətlə demiş olur. Yox deyir Qanpolad, haqsız yerə tökmə qan. Mən intiqamımı artıq özüm onlardan almışam. Qanpolad ürəyi alevləndiyi üçün biraz su istəyir. Səlma da ona vermir, deyir ki, su zərərdir sənə. Yəni su istəyəndə vermirlər burada. Son nəfəsdə Qanpolad İsməti görmək istəyir, çabuk gəl deyir və İsməti çağırırlar. İsmət gələnə qədər də əlvida, əlvida gözəl İsmətin belə deyir və İsmət gələndə Qanpolad hələ sağ idi. Yəni bunların arasında bir neçə kəlmə dialoqda baş vermiş olur. Ana deyir, ya Rəbb, ya mərhəmət, bu sırada İsmət gəlir və ilk baxışda şaşıraraq deyir, donub qalır. Yəni qız gözləmirdi Qanpoladı belə görməyi. İsmət deyir, yəni qız bunu eşidir, o da Qanpolad deyə müraciət edir, əlvida sözünü deyə bilir və qız başlayır ağlamağa. Qanpoladı qucaqlayır, ağlayır. Qanpoladın dilindən kəlmə-i şəhadət verilir. Fəxrəddin, Müsibət Fəxrəddin əsərində olduğu kimi. Səlma həyəcanlı. Səni deyir, çox mu gördü Tanrım? Qızıl güllər açmış köksündə yavrum. Bu da metonimiyadır. Hayır, yalnız səni deyir, buraxmaram. İsmət burada özünü öldürmək istəyir və Qanpoladın xəncəri ilə özünü vurmaq istəyir. Səlma onun əlindən xəncəri götürür. Səlma bu əsərdə həm İsməti, həm də Muradı qoymur özünü öldürməyə. Və deyir ki, Qanpolad deyir, sən nə tez unuttun məni, yəni İsmət burada özünü öldürməyə çalışır. Ana deyir ki, yox, nə etmiş deyir Allah bunu, yəni bu günah bir əməldir, olmaz. Yəni qoymur. Qanpolad könlümdə qaldı həsrət, biləm. Səlma deyir, qapıya yaxınlaşaraq şaşqın və sinirli halda. Açıl, yarıl deyir, parçalan ey alçaq yer, yarıl, bu talih sizi çək qərinə. Bəndə artıq təhəmmül yox deyir. Yalnız bir pənahım oğlu muydu deyir. Onu da qanlı torpaq ayırdı, aldı məndən. İndi deyir, məni öldür, qurtar. Ananın özünə elə bil ah-nalələrdir bunlar. Ah, xain deyir qonaq. Aman istəyərkən deyir, mən onu verdim. Amma deyir, indi necə olur ki, mənim oğlumun qatili amanda bilir özünü. Mənim evimdə amanda hesab olunmuş olur. Mən deyir, onu sağ buraxmam. Deməli, ana da bu hissədə intiqam hissinə qapılır. Amma bir andaca bu hiss onu tərk etmiş olur. Deyir, əvvəlcə deyir ki, gərək o öz cəzasını bulsun. Amma deyir, oğlumun ruhu mənə nifrət eləyər bundan sonra. Çünki deyir, incinər. Qan tökməyə əsla axı Qanpolad razılıq vermədi. Həm mültəci, həm qərib, həm misafir. Xayır deyir, vicdanın buna olmaz qadir. Yəni ana fikrindən tez də daşınır. Hətta deyir, məhv olsa da aləm, Qanpolad ki dirilməyəcək. Yəni buna görə fikrindən həm də daşınmış olur. Xəcalətdən ölsün, yerlərə keçsin deyir. Yəni Murad kimilər. Dönüb İsmətlə oğluna baxır, görür ki, onlar belə qucaqlaşmış haldadılar. Artıq Qanpolad keçinmişdi. Ana deyir ki, ya Rəbb, bu nasıl mənzərə, dəhşət. Sonsuz bir iftiraq içində vüslət. Şəfəq zənn olunan şey yanğın oldu. Yəni biz şəfəq toy gözləyirdik. Yanğına çevrildi bu şəfəqlər. Gönçələr açmadan deyir saraldı, soldu.
Nasıl deyir, heykəl kimi bir-biri ilə deyir, dərağış olublar, yəni qucaqlaşmışlar sanki. Xeyr deyir, gecikdirməsi pək səmərsiz. Buradan şu qanlı dəf olsun gərək. Yəni deyir, mən onu çıxarmalıyım evdən, qovmalıyam, yəni Muradı. Bir baxayım deyir, kim var, Səlim nerede? Büsbütün uzaqlaşıb gedir və burada Murad əlində tapanca ilə evdən çölə çıxır, tapancası da boş idi bunun. Bu hissədə Murad çölə çıxır və birinci gözü sataşır Qampoladla qucaqlaşmış həmin o İsmətə. Deyir, ah mən nə yapdım, nə günah işlədim. Durduğum yerdə deyir, mən nə xəlt etdim. Qampolad deyir, mənim qıydığım Nevcavan budur, tükənməz bir uykuyla deyir, artıq yuxuya dalmışdır. Yəni özü də öz əməlindən peşmandır burada. Deyir, bu qız niyə üçün belə pəcmürdə hal, niyə qəmgindir? Bu İsmətdirmi? Niyə belə solğun günə dönmüşdür? Orxanı yandıran atəş mi sönmüş? İsməti Orxanı yandıran atəş hesab edir. Ah deyir, mənəm, bunlara bais olan mənəm və əllərim qırılsın. Tez savuşmaq deyir gərək lazımdır buradan. Yəni qaçmaq lazımdır. Qaçmaq istəyir. Deyir, qaçmağa hazırlanarkən Səlma onun qarşısına çıxmış olur. Qonaq qardaş deyir, dur, yəni tələsmə, amandasan deyir. Bundan narahat olma. Sən bir qonaqsan, qatil olsan belə, hətta oğlumun qatili olsan belə deyir, sən bir qonaqsan. Adını soruşur, eşidəndə ki, Muraddır, Çərkəz Murad, ana bir daha əmin olur ki, oğlunun qatili budur. Öldürdüyün Qampolad deyir, mənim oğlumdur. Yəni bunu ana ona bildirmiş olur. Deyir, mən necə talihsiz ana oldum. Murad deyir, sən qəribsən, mültəcisən. Buradan sağ qurtulub gedərsən şimdi. Fəqət bilməlisən ki, bu mənim oğlumdur. Yəni İsmət də bu məqamda Səlimi çağırır ki, gəl, qanlımız buradadır, biz bundan qisas almalıyıq. Və Səlma bunu qoymur təbii ki. Səlma deyir ki, qərib bir qonaq ələ verilməz. İsmət də deyir, cəllad cənazəyə qucaqlayır təzədən. Qanın yerdə qaldı deyir, Qampolad. Sual da verir hətta belə. Murad da Səlmanın əlindəki xəncəri götürür. Bu xəncər də Qampoladın xəncəri idi. Ürəyinə saplamaq istəyir, vurmaq istəyir. Amma Səlma yenə də onu qoymur. Murad deyir, doğrayın məni riştə, doğrayın deyir. Bir alçağa mərhəmət nə lazım? Yəni, mərhəmət olmamalıdır. Səlimin də, Muradın da düşüncəsi idi. Qanlı bir canavar sağ buraxılmaz. Murad özü haqqında bildirmiş olur. Mən bir xainəm deyir, məni öldürün. Yaşatma, öldür ana deyir. Billah, gəbərmək yaşamaqdan evlah, yəni bu əməli etməkdənsə, yəni yaşamaqdansa elə ölmək daha yaxşıdır. Səlma deyir ki, heç təlaş etmə, qaçmaq gərək, yəni qaç deyir. Hər tərəf qorxuluqdur, qaçmaq səmərəsiz. Səlma da ona yol göstərir, buradan çıxar deyir bir köyə, hem çox sürməz, yəni sağ qurtulub gedərsən deyir. İsmət də, ya Rəbb, nə bəxtiyar imiş ölənlər deyə burada bir ifadə səsləndirir. Murad bildirir ki, nə qədər alicənabsan, yəni qadını deyir. Yetər, çıx get deyir. Murad Səlmadakı böyüklüyün qarşısında deyir, şaşqın halda dayanır. Bir-iki addım gedəndən sonra dönüb bir arxaya baxır deyir, büsbütün uzaqlaşır. Və ananın da qəlbindəki o haykırtı burada üzə çıxır bir daha. Deyir ki, get namərd qonaq, get alçaq mürtəci. Yəni qarışlar edir burada. Miskin hərif get deyir, kəndini qurtar yaşa, elə sənin kimi vicdansızları bəslər dünya. Get deyir, səni görməsin, nə haqsızlıq etdinsə Allahdan bulasan, get deyir, çəkil get. Murdar izin bu torpaqdan deyir, sənin silinsin. Oğlumu söndürdün, məni yandırdın. Get deyir, kamə Allah səni ildirməsin. Və yenidən Allaha burada müraciətləri var. Mərhəmət deyir, ya Rəbb, mərhəmət, məndə artıq taqət qalmamışdı. Az qalır, deyir, qəlbim partlasın, cənazəyə təzədən deyir, qoşur ana çılğınca. Allah deyir, necə bədbəxt ana oldum, həsrəti könlündə can verdi deyir. Mənim övladım könlündə elə həsrətlə can verdi, nakam getdi bu dünyadan. Həmən deyir, oğlunu qucaqlayaraq şiddətli və yıxıcı hıçqırıqlar içində boğulub düşər. Yəni ikinci dəfədə burada ana oğlunu artıq meydini də belə deyir, qucaqlamış olur. Artıq ölmüşdü Qampolad. Bu sırada Səlim ilə arkadaşı dəxi birər tərəfdən çıxaraq hiddətli və məhbud bir halda baxmış olurlar. Deməli, əsər faciədir və burada fikir verin, baş qəhrəman ölmür. Deməli, bir faciə üçün baş qəhrəmanın ölməsi vacib deyil. Onun hissləri, düşüncələri, arzuları, gələcəklə bağlı planları da yarımçıq qalırsa, ölürsə, sonlanırsa, bu əsərə biz yenə faciə deyəcəyik. Düşünürəm ki, izah sizlər üçün faydalı oldu. Xırdalığa qədər hər bir məqama toxunmağa çalışdım. Sizlərlə mən idim, Aytaç müəllimə diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.